Salam dəyərli izləyicilər. Burada qeyd edilir ki, Şeyx Məhəmməd Xiyabənidən fərqli olaraq Seyid Cəfər Pişəvəri milli hökumət qurmuşdur. Bəli, burada hər ikisi milli hökumət qurub. Burada fərqli cəhəti deyir. Ona görə bir olan variantlar aradan çıxmalıdır. Deməli, bir olan iki variant aradan çıxır. Və həmçinin Cənubi Azərbaycanda muxtariyyət verilməsini tələb edirdi. Hər ikisi muxtariyyət tələbi həyata keçirirdi. Sovet rəhbərliyin göstərişi Sovet İttifaqına aparılmışdı. Deməli, bu Seyid Cəfər Pişəvəriyə aiddir. Deməli, muxtariyyət verilməsinin tələbi hər ikisində var idi. Deməli, 2 olan variantları da aradan çıxarırıq. 2 də ola bilməz. Rəhbərlik etdiyi İngilis hökumətinə dəstək alan İran hökuməti tərəfindən yatırıldı. 2-ci Dünya müharibəsi illərində fəaliyyət göstərmişdir. Deməli, burada doğru cavab olan Sovet rəhbərliyin göstərişlə Sovet İttifaqına aparılmışdı. 3, bir də 5. 2-ci Dünya müharibəsi illərində fəaliyyət göstərmişdir. Təbii ki, 2-ci Dünya müharibəsi illərində Seyid Cəfər Pişəvəri, bəli. Deməli, 3 ilə 5 doğru cavabımız A variantı olacaq.